Hə dostlar, bir daha sizi salamlayıram. Bugün 29 sentyabr 2025-ci il. Bilirsiniz ki, Varroa yoxdur. Dərmanlamışdım falan bəsməkan. Varroa yoxdur. Baxın, Varroanı yoxdur demək üçün gərək əlinizdə sübutunuz ola ki, deyəsiniz ki, Varroa yoxdur, arı ailəsi ölür. Baxın, mən bu ailədə xaricdən gəlmiş damazlıq ana arını qəbul etdirmək üçün bir müddət bu arı ailəsini sürfəsiz dövr yaratdım ana arını götürməklə, buradakı ana arını götürməklə və sürfəsiz dövr yaratdım. Tamamilə gənələr çıxandan sonra sıfırladım. İndi ola bilsin 5-3 gənə qala bilər. Damazlıq ana arını bu ailəyə qəbul etdirdim. Mükəmməl bir ailə idi. Mən də bu arı ailəsinə ondan sonra heç bir gənə dərmanı falan verməmişəm. İndi gəlin dostlar, sizinlə bərabər test edək. Varroa varmı, yoxmu? Bunu gözümüzlə görək. Bu burada bizə lazım deyil. Demək, nə etmək lazımdır dostlar? Yenə də göstərirəm. Qapağı kəsmişəm. Bu cür tor bağlamışam. Bir qədər şəkər kirşanı əlavə edirəm. Çox yox. Az miqdarda kifayət edər. Bismillah. Baxın, sürfəli çərçivədir. Bu da ikinci sürfəli çərçivədir. Deməli dostlar, lap bu çərçivədən götürürəm. İndi baxmaq lazımdır ki, ana arını o bankaya salmayasınız dostlar buna. Yeri gəlmişkən bu ailədə 2025-ci ilin Trozik 1075 Almaniyadan gəlmiş ana arı yerləşdirmişəm. İnşallah növbəti il 2026-cı ildə bundan sürfə köçürəcəyik. Demək dostlar, baxın. Bir balaca, baxın, arıları bu cür bu şəkər pudrasında baxın dostlar. Bir ədəd varroa gənəsi. Bu da baxaq, ölmüş varroa gənəsidir dostlar. Bir ədəd. Deməli gördünüzmü? Baxın, bu test göstərdi. Baxın, arılara heç bir şey olmuyor. Arıları yenidən bura boşaldırıq. Deməli yoxdur. Bax, belə olar yoxdur. Ona yoxdur demək olar.
Deməli dostlar, bu ailədə mən Varroanı gözlə müşahidə etmişdim. Amma sentyabrın 24-də bu ailəni gənə dərmanı vermişəm. Deməli dostlar, yenə də başlandı bizim burada arıları bu şəkər pudrasında fırlanma metodu. Arıları yenidən başlayaq burada şəkər tozunda fırlatmağa, şəkər ununda. Yoxdur dostlar, yoxdur Varroa, yoxdur arılarımda. Yox, vəhşi cır arılar imkan vermir. Baxın dostlar, bu da testin nəticəsi. Heç bir Varroa gənəsi müşahidə olunmadı. Yəni tam arxayın bu ailələrimiz qışa girə bilər. Bundan sonra təbii ki, ola bilər 1, 2, 3 gənə ola bilər arı ailəsində, amma o gənələr o qədər də təhlükəli olmayacaq arı ailəsi üçün. Çünki getdikcə havalar soyuyur, arı ailəsində sürfələrin sayı azalacaq və inşallah soyuq aylarda sürfə olmayan dövrdə də inşallah ya sublimasiya vasitəsilə, ya damlatma üsulu ilə quzu qulağı turşusundan söhbət gedir. Bir dəfə təmizləməklə o 3-5 qənəni də təmizləmək mümkündür dostlar. Amma indi arılara dərman vermək arıları daha da zəiflətmək deməkdir. Vaxtında o dərmanları vermək lazımdır ki, arı ailəsi sağlam, havalar isti olur, güc toplasın, immunitet güclənsin. Bu vaxta qədər müəyyən qədər ailə qışa hazır olsun. Baxın dostlar, bir ədəd burada Varroa. İndi sizə bunu yaxından göstərəcəm. Qoy bu arıları boşaldaq. Varroa salamatdır.